Son zamanlar saatlıq əmək haqqı barədə ciddi müzakirələr gedir. Hətta bununla bağlı müvafiq qanunvericilik bazası da hazırlanır. Bununla bağlı Əmək Məcəlləsində müvafiq düzəlişlər təklif edilib. Növbəti illərdə Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid olacağı gözlənilir. Bəs saatlıq əmək haqqını zəruri edən səbəblər hansılardır? Mövzu ilə bağlı bizim mediaya danışan hüquqşünas Aytac Qurbanova deyir ki, Əmək Məcəlləsinə ediləcək bu dəyişiklik ölkəmizdə əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması və işçilərin hüquqlarının daha effektiv qorunması məqsədi daşıyır. Bu qayda ilk növbədə hamilə və evdar qadınlar üçün yeni imkanlar açacaq. Məlumdur ki, hamilə qadın 8-9 saat dayanmadan işləyə bilməz. Amma hər kəs kimi belə qadınların da işə pula ehtiyacı var. Başqa bir nümunə, tək başına 3 uşağa baxan işçi üçün standart 09:00-dan 18:00 iş rejimi fiziki və sosial baxımdan qeyri-mümkündür. Yeni dəyişiklik bu cür işçilərə uyğunlaşdırılmış rejim təklif edilməsini təşviq edəcək. Ona görə də saatlıq əmək haqqı sisteminin tətbiqi vacibdir. Bu sistem xüsusilə qeyri-standart və mövsümi işlərdə daha ədalətli əmək haqqı tətbiqinə imkan verəcək. Əmək müqaviləsində saatlıq əmək haqqı məbləği göstəriləcək, iş vaxtının uçotu dəqiq aparılacaq. Minimum saatlıq əmək haqqı səviyyəsi müəyyən olunacaq, hansı ki, hazırda Azərbaycanda bu göstərici mövcud deyil. Beləliklə, işçi yalnız işlədiyi saatlar üzrə əmək haqqı alacaq ki, bu da qeyri-müntəzəm işlər üçün əlverişli olacaq. Mövsümi işlərdə, qısa müddətli layihələrdə və servis sahəsində şəffaflıq artacaq. İşə götürənlərin iş yükünü optimal planlaşdırması mümkün olacaq. Tutaq ki, restoran və ya pərakəndə satış sahəsində işçi ayda yalnız 10 gün işləyir. Bu halda aylıq əmək haqqı təyin etmək qeyri-real olur. Saatlıq əmək haqqı bu problemi aradan qaldırır və əmək münasibətlərini rəsmi müstəviyə keçirir. Müsahibimiz əlavə edib ki, yeni qayda yeniyetmələrə də əlavə imkanlar açır. Sirr deyil ki, yeniyetmə və gənclər müxtəlif ticarət və yaş obyektlərində çalışırlar. Onlar üçün tətbiq edilən iş saatı ümumi iş saatından çox zaman az olur. Amma qanunvericilikdəki boşluğu imkan verir ki, işə götürən belə işçilərə daha az əmək haqqı müəyyən edin. Əmək Məcəlləsinə edilən dəyişiklik bu boşluğu da aradan qaldıracaq.